Salam dostlar. Dünən uşağın tərbiyə olunması ilə bağlı bir status paylaşdım Facebookda və bəzi müzakirələrə səbəb oldu. Və razılaşanlar oldu, razılaşmayanlar oldu və razılaşmayanların mənə elə gəlir ki, ən əsas yanlış düşündüyü məqam ondan ibarətdir ki, onlar azadlıqla sərbəstliyi qarışdırırlar. Və ona görə istədim məhz birinci buradan başlayaq ki, azadlıq nədir? Və onun sərbəstlikdən fərqi nədən ibarətdir? Çünki orada bəziləri fikir formalaşdırırdı ki, fikir paylaşırdı ki, onda biz uşağı buraxaq küçəyə, uşaq nə istəyir onu eləsin, ona tam sərbəstlik verək. Yəni birinci ondan başlayaq ki, azadlıq sərbəstlik deyil. Azadlıq müəyyən edilmiş çərçivələr, belə deyim, daxilində insanın sərbəst davranışıdır. Və burada ən əhəmiyyətli nöqtə, məqam, altını çizaraq qeyd etmək lazımdır ki, çərçivələr sözüdür. Məsəl üçün, biz əgər hansısa bir liberal cəmiyyətdən danışırıqsa, liberal cəmiyyətdə yaşamayan insanlar elə bilirlər ki, liberal cəmiyyətdə xaosdur, sən nə istəyirsən onu eləyərsən. Xeyr, liberal cəmiyyətdə qanunlar insanın davranışının çərçivələrini müəyyən edir. Sadəcə olaraq bu qanunlar hansısa bir konkret qrupun mənafeyinə xidmət eləmir. Daha böyük qrupun, sektorun, hətta liberal qanunlardırlarsa, onda hər bir fərdin mənafeyinə xidmət edən qanunlardır. Və bu qanunlar çərçivəsində sən sərbəstsən. Sən əgər bu qanunu pozursansa, liberal cəmiyyətdə, mən deyərdim ki, bu cəmiyyətdə olan polis bəlkə də Azərbaycan polisindən 10 dəfə daha da çox qəddar olur. Sən əgər bu çərçivədən çıxırsansa. Ona görə birinci bunu müəyyənləşdirək. Yəni, azadlıq sərbəstlik demək deyil. Azadlıq müəyyən çərçivələr daxilində insanın sərbəst davranışıdır. Gəlin də bunu uşağa tətbiq edək. Uşaq psixologiyasına və uşağın böyütməsinə. Sözsüz ki, mən bu sahədə mütəxəssis deyiləm, psixoloq deyiləm. Öz fikirlərimi paylaşıram. Yəni, razılaşan da olar, razılaşmayan da olar. Və mən düşünürəm ki, biz uşaqları elə bir formada böyütməliyik ki, uşaqlar üçün bu çərçivələri elə bir formada qoymalıyıq ki, uşaqlar bu çərçivələr daxilində qərar verməyi öyrənə bilsinlər. Mən konkret misallarla sizə deyəcəm. Məsəl üçün, mənim qızımın 6 yaşı olanda, 7 yaşı olanda biz ona dedik ki, sən həftədə 2 gün, 3 gün məktəbə gedən paltarını özün seçəcəksən. Hansı paltarı seçsən, onu geyinəcəksən. Biz müdaxilə etmərik. Bizim üçün də maraqlı idi ki, görüm uşaq düzgün qərar verə bilirmi geyimi ilə bağlı? Çünki bu elə bir şeydir ki, uşağa birbaşa aid olan bir məsələdir. Özür istəyirəm. Və əgər tutalım ki, burada valideyn hansısa bir formada uşağa dəstək ola bilər. Amma uşağın yerinə qərar verə bilməz, uşağı məcbur edə bilməz. Yox, mən sənə deyirəm, bunu eləməlisən, bunu edəcəksən. Xeyr, artıq uşağın qərar qəbul etmə mexanizminə ən böyük zərbədir. Uşağın azadlığın nə demək olduğunu, sabah o azadlıqda olanda o qərar verə bilməz. Niyə? Çünki o çərçivələri onun üçün heç kim yaratmayıb uşaq olanda və o ömrü boyu qərar verə bilməyib. Ona görə o böyüyəndə də 25-30 yaşında olanda da onun hətta kimlə ailə qurmasını belə onun valideyni müəyyənləşdirir. Təsəvvür edirsiniz. Və görəndə ki, tutalım ki, uşaq əgər seçimini doğru eləmirsə, tutalım ki, 3-cü gün əgər idman dərsi varsa, uşağın seçdiyi paltar buna uyğun deyilsə, onda valideyn sadəcə müəyyən qədər istiqamət verə bilər. Bax, bugün idman dərsi var. Bəlkə bu paltar uyğun olmaya bilər idman dərsinə. Əgər uşaq, necə deyərlər, geri çək addım atmazsa, israr edərsə ki, xeyr, mən bunu seçirəm, bunu geyinirəm, qoy geyinsin, gedəcək məktəbə, onun əziyyətini onsuz da çəkəcək. İkinci bir misalla, biz məsələn bunu, mən deyərdim ki, çox gözəl tətbiq elədik özümüz, uşağımızla. Biz uşaqla hansısa bir marketə gedəndə, uşağım əgər hansısa bir şirniyyatı istəyirlər, deyirəm ki, belə, tamam, hansı şirniyyatı istəyirsənsə, mən sənin üçün alacam. Amma bu şərtlə, sən o şirniyyatı bitirməlisən. Aldınsa, sən xoşlamadınsa onu ata bilməzsən. Yox, əgər sən bir şirniyyatın dadını bilmək istəyirsənsə,
o cür deməlisən ki, bax, onlar mən bu şirniyyatı almaq istəyirəm, dadı bilmirəm necədir, sadəcə yoxlamaq istəyirəm. Yox, əgər mən bu şirniyyatı istəyirəm, sən bunu almalısan mütləq, alandan sonra sən onu yeməyəcəksən, atacaqsansa, sən məcbursan onu yeməlisən. Razılaşırıq və bir-iki dəfə aldı, istəmədi, məcburən yedi, üçüncü dəfə almadı. Və o qərar verərkən o artıq fikirləşir ki, mən bu qərarı verəndən sonra bunun nəticəsi bu olacaq. Uşaq böyüyə-böyüyə çərçivələr genişlənir. Məsəl üçün, biz indi qızımla deyirəm ki, bax, sən oyun oynamaq istəyirsən planşetdə, problem yoxdur. Amma sən dərsləri oxuyacaqsan. Sən dərsləri oxuyandan sonra sən nə qədər istəsən oyun oynaya bilərsən. Əgər mən görsəm ki, sən dərslərini oxumamısan, planşeti mən səndən alacam. Və uşağa bir şəxsiyyət kimi davranırsan. Sonra gəlir səhvlər məsələsinə. Hər bir uşaq səhv edir. Valideynin səhvə verdiyi reaksiya, bu reaksiya zamanı istifadə etdiyi söz uşağın kimliyini formalaşdırır. Çox sadə bir misal. Məsəl üçün, təsəvvür edin ki, sizi məktəbə çağırıblar. Uşaq məktəbdə, balaca uşaqdır, məktəbdə nəsə eləyib. Müəllim sizi çağırır, sizə şikayət eləyir uşaqla bağlı filan. Və sözsüz ki, bu sizin şəxsiyyətinizə çox pis təsir eləyir. Siz geri qayıdırsınız və o yükü siz uşağa ötürməyə çalışırsınız. Ən birinci, əgər siz uşağı dinləməsəz, siz uşağa sual verməsəz və bir kəlmə söz istifadə etsəz, məsələn, bax, sən beləsən, sən axmaqsan, sən tərbiyəsizsən. Əgər bu sözlərdən, ümumiləşdirici sözlərdən istifadə etmiş olsanız, bir hadisəni götürüb, onu ümumiləşdirərək uşaq üçün kimlik formalaşdıra bilən bir formada onu desəz, sən busan, sən tərbiyəsizsən, sən axmaqsan, sən savadsızsan, bitdi. Siz artıq uşaq üçün bir psixoloji çərçivə müəyyənləşdirdiniz. Uşaq artıq düşünür ki, mən onsuz da valideyn üçün buyam. Mən onsuz da, yəni biz uşağa geri qayıtmağa yol qoymuruq. Sən busan, bitdi. Yox, əgər biz uşaqla danışanda sual versək ki, bax, niyə bunu elədin? Və sonra uşağa izah etsək ki, bax, bunun nə ilə nəticələndiyini gördün, səncə bu düzgün hərəkətdirmi? Bu yenə də baş verərmi? Bax, ata sənə inansınmı? Bax, ata yenə də sənə inanır, yenə də sənə güvənir, başa düşürəm, səhv eləmirsən, hər kəs səhv eləyir. Və ata sənə inanmaq istəyir ki, sən bir daha bunu eləməzsən. Okey, razılaşdıq filan və məsələ bitdi. Və bunu edəndən sonra uşaq başa düşür ki, mənim üçün artıq kimlik formalaşdırmadılar. Sən yalancısan. Yəni, biz məsəl üçün uşaq hər hansı bir yalan deyəndə, heç zaman uşağa demək olmaz ki, sən yalancısan. Bu sözü deyəndən sonra biz artıq uşaq üçün kimlik formalaşdıra bildik. Ona görə mənim orada bütün bunları izah etmək çox çətindir o statusda. Mən düşünürəm ki, azadlığı insan aşılamaq üçün ən birinci uşaq üçün qərar verə bilən, qərar verməyi test edən çərçivələr formalaşdırmalıyıq. Sonra baxmalıyıq o çərçivələrdəki uşaq necə qərar verir, hansı formada biz uşağa kömək edək ki, daha doğru qərar versin. İkinci, uşağın səhvləri ilə bağlı reaksiyamızı elə formalaşdırmalıyıq ki, uşaq bunun səhv olduğunu bilib oradan geri çəkilə bilsin. Biz o səhvdən istifadə edib uşaq üçün kimlik formalaşdırmamalıyıq. Burada da əlavə etmək istədiyim bir məsələ ondan ibarətdir ki, düşünürəm ki, bu çox vacib bir elementdir. Biz elə bir şərait yaratmalıyıq ki, uşaq bizə hər səhvini deyə bilsin. Biz o səhv haqqında haçan məlumatlanırıq, əgər o səhv böyük bir partlayışa gətirib çıxarırsa. Məsəl üçün, əgər uşağın məktəbdə törətdiyi bir əməl fövqəladə bir vəziyyət yaradırsa, biz o zaman məlumatlanırıq. O zaman müəllimə bizə çıxır, biz məktəbə gedirik və biz bundan xəbər tuturuq. Amma uşağın buraxdığı bəlkə də yüzlərlə səhvlər olur ki, hansı ki biz onu bilsək vaxtında, biz daha yaxşı müdaxilə edə bilərik. Uşağa daha yaxşı, sağlam bir formada onun qərar vermə prosesinə təsir göstərə bilərik. Müəyyən istiqamət verə bilərik ki, uşaq bir də bu səhvi edə bilməsin. Amma
Biz niye bunu edə bilmirik? Çünki uşaq bizə bunları heç zaman demir. Niyə uşaq bizə demir? Çünki uşaq bilir ki, mən bunu desəm, mənim valideynim heç zaman məni anlamayacaq və bu səhvdən istifadə edərək mənim üçün bir kimlik formalaşdıracaq, məni cəzalandıracaq, mənim azadlığım əlimdən gedəcək, məni daha da çərçivəyə salacaq və nəticədə nə baş verir? Biz uşağa doğru qərar verə bilməyi öyrədə bilmirik. Uşaq azadlığa çıxandan sonra heç zaman həyatı boyu qərar verməyib, öz qərarı olmayıb, qərar verməyin nə demək olduğunu bilmir. Və uşaq azadlığa çıxandan sonra ilk elədiyi şey onun üçün qoyulmuş qadağalardan azad olmaq və kiminsə qorxusundan, kimdənsə qorxuya görə etmədiyi şeyləri etmək. Bu da çox zaman faciələrlə nəticələnir. Vaxtınız üçün təşəkkür edirəm. Çox sağ olun.